Deməli, birinci, fitrət dəlildir ki, insanın içində olan Rəbbim var, mövcuddur. İkinci, əl-aql-ı sarih. Sarih ağıl, sarih, salamat ağıl. Salamat ağıl dəlildir ki, Allah Azze ve Celle mövcuddur. Buna yüzlərlə misal gətirmək olar. Yüzlərlə nə qədər misallar vermək olar. Allah Azze ve Celle buyurur ki, bu əqli dəlildir Quran-ı Kərimdə. Əm xuliqu min qeyri şeyin, əm humul xaliqun. Onlar heç nədən mi yarandılar? Yoxsa öz-özlərini mi yaratdılar onlar? Allah Azze ve Celle əqli dəlil verir. Yəni onlar nədənsə yaranıblar. Nədənsə yaranıblarsa, deməli onları yaradan var. Yoxsa deyir, onlar öz-özlərini yaratdılar. Heç görmüsənmi ki, bir insan olsun, öz-özünü yaratsın? Və ya heç görmüsənmi ki, iki insan birləşsin, bir insan yaratsın? Nəsə əməliyyat eləsinlər, yəni Allah Azze ve Celle qoymayan yoldan başqa, insan yaratsınlar maddələr nəzal. Mümkün deyil. Əm xuliqu min qeyri şey. Deyir, onlar nədənsə heç nədən mi yarandılar? Yoxsa özləri mi yaradıcıdırlar? Demək istəyir ki, onları yaradan Xaliq var. Bu bəhs edir ağlı dəlil olaraq.